Deməli, hansı fiqurun simmetriya oxu yoxdur? Hansı fiqurun simmetriya oxu yoxdur? Burada düzbucaqlı trapesiyanın simmetriya oxu yoxdur. Yəni, elə bir düzxət yoxdur ki, biz trapesiyaya həmin düzxətlə nəzərən simmetrik fiqur kimi baxa bilək. Bu ədədin 4-ə bölünməsindən alınan qalıq. 4-ə bölünmə əlamətinə görə son iki rəqəmi 4-ə bölünür, ədədlər 4-ə bölünür. 47-ni 4-ə böldükdə alınır qalıq, 44 bölünür, 3 qalıq qalır. Bunun son iki rəqəmi olan 58-i 4-ə böldükdə 56 bölür qalıq, 2 qalır. Bunları ədədləri yəni vurduğumuz üçün qalıqları da vururuq, eləyir 6. Qalıqda 6 qala bilməz, çünki ədədi 4-ə bölürüksə qalıq 4-dən kiçik ədədlər olmalı. Ona görə yenidən 6-nı 4-ə bölürük bir dəfə və qalıq olur 2. Yəni, sualın cavabı B bəndi olur. Perimetri 44 olan paraleqramın diagonalları ilə 4 üçbucağa bölünmüşdür. İki qonşu üçbucağın perimetrlərinin fərqi 6 olarsa, paraleqramın kiçik tərəfinin uzunluğunu tap. Deməli, biz bilirik ki, paraleqramın diagonalları kəskin kəsişmə nöqtəsində yarıya bölünür. Onda biz bu ABCD paraleqramının deməli, diagonalları kəsdiyi zaman alınan hissələrə x, x və y, y olaraq işarə eləyək. Paraleqramın tərəflərini də AA və BB şəklində işarə eləyək. Paraleqramın perimetri 44-dür deyəndə biz başa düşürük ki, 2 vurulsun A üstə gəl B 44-dür. Bu da A üstə gəl B-nin 22 olduğunu göstərir. Digər tərəfdən iki qonşu üçbucağın perimetrlərinin fərqi 6-ya bərabərdir. İki qonşu üçbucaq burada fərqi yoxdur. Hansı iki qonşu üçbucaqdan danışırıqsa, məsələn, AOB ilə AOD-nin fərqi, perimetrlərinin fərqi 6 cm-dir. AOD üçbucağının və AOB üçbucağının tərəflərinə baxsaq görərik ki, AOB-nin bir tərəfi A-dır, biri X-dir, biri Y-dir. Yəni, A üstə gəl, X üstə gəl, Y, AOD-nin tərəflərinin biri B-dir, biri X-dir, biri Y-dir. Bu fərq 6-dır. Mötərizələri açdığımız zaman buradan x-lər və y-lər gedər. Qalır ki, A minus B bərabər 6-dır. Onda belə çıxır ki, A üstə gəl B 22, A minus B 6-dır. Yazıb təliklər sistemi eləsək, tərəf-tərəfə topladıqda 2A 28, A 14, B də 8 olur. Paraleqramın bizdən kiçik tərəfini soruşduqları üçün cavab olur A bəndi, yəni 8 cm. Bu tənliyi həll etməyimizi istəyir. Burada çarpaz vurduqda kosinus 4x bərabərdir. Tangens 27 vurulsun, tangens 63. Çevirmə süturlarına görə tangens 90 minus alfa bizə kotangens alfa verirdi. Onda belə çıxır ki, mən tangens 63-ün yerinə kotangens 27 yaza bilərəm. Yəni tangens 27 vurulsun kotangens 27. Eyni bucağın tangensi ilə kotangensinin hasili 1 eləyir. Ona görə də kosinus 4x bərabərdir 1 tənliyini əldə elədik. Xüsusi haldır, kosinus 1-ləri bilirik ki, 2 pi k-larda alır. Ona görə də x bərabərdir pi k böl 2 olur. Pi k böl 2, yəni y bəndi. Cəmi 480 olan iki natural ədəd, iki ədədin birinin 40%, digərinin 24%-nə bərabərdir. Bu ədədlərdən kiçiyini tapın. Tutaq ki, A və B cəmi 480 olan iki ədəddir. Və birinin 40%, yəni A-nın 40%, A vur 40 bölünsün 100 bərabərdir B-nin 24%-nə. B vur 24 böl 100. Yüzləri ixtisar elədik. Hər tərəfi də böldük. Bunların 40 ilə 24 bölündüyü ən böyük ədəd olan 8-ə. Aldıq ki, 5A bərabərdir 3B. Tərs mütənasibliyə görə A bərabər 3K olmalıdır, B bərabər 5K. Gətirib burada nəzərə alsaq, 3K ilə 5K-nın cəmi 480 idi. Yəni 8K bərabər 480, K bərabərdir 60. Bizdən bu ədədlərdən kiçiyini istəyir. Kiçiyi də 3K olduğu üçün 3 dəfə 60 edəcək 180. Yəni D bəndi. Daxili bucaqlarının cəmi 1620 dərəcə olan qabarıq çoxbucağının diagonallarını sayın. Biz bilirik ki, qabarıq çoxbucağının daxili bucaqlarının cəminin düsturu 180 vurulsun N-2-dir. Bunu 1620-yə bərabər etdikdə N-2 bərabər olur 9-a, N də bərabər olur 11-ə. Yəni 11 tərəf var. Diagonalların sayı düsturu isə N vurulsun N-3 bölünsün 2 olduğuna görə gətirib N-in yerinə 11 yazdıqda 11 vurulsun 11-3 bölünsün 2, o da 11 vur 8 böl 2, yəni 44 edir A bəndi. Biz bunları müqayisə edə bilməyimiz üçün hamısında kökün dərəcəsini eyniləşdirməliyik. Köklərin dərəcələrinə baxsaq 3-dür, 5-dir və 15-dir. Əkobumuz eləyəcək 15.
Deməli biz A-nı, yəni 5-ci dərəcədən kök altda 6-nı, 15-ci dərəcədən kök altda 6-nın kubu kimi yazdıqda olur 15-ci dərəcədən 216. B, yəni kub kök altda 3-ü 15-ci dərəcəyə gətirəndə olur 3 üstü 5. 3 üstü 5-də 243 deməkdir. İndi bütün kökün altındakı ifadələr eyni olduğu üçün 216, 243 və 230. Bunları müqayisə edək. Kökün dərəcəsi eynidirsə, hansı daha kiçikdirsə, o kiçikdir, hansı daha böyükdürsə, o da böyükdür. Təbii ki, ən kiçik 216 olduğu üçün A, sonra C, sonra da B. Yəni cavab D bəndi. Bu ifadəni sadələşdirərək qüvvətini və əmsalını müəyyən etməyə çalışaq. 25 vurulsun, bunu mənfi 5-də 1-in kvadratı və B üstü 8-in kvadratı şəklində yazdıq. 5-də 1-in kubu B-nin kvadrat kubu olacaq və C-nin üstü 2 üstü 3. Yəni 25 vur 25'də 1 vur B'nin üstü 16 vur 125'də 1 B'nin üstü vur C'nin üstü 6. 25 ve 25'də 1 getdi. Oldu 125'də 1 vurulsun B'nin üstü 19 C'nin üstü 6. Bu bir hədlinin əmsalı, 125'də 1'dir. Əmsal 125'də 1'dir. Qüvvət isə dəyişənlərin qüvvət üstlərinin cəmi, yəni 19-dan 6-nın cəmi 25-dir. Bunu da vuranda 5'də 1, yəni 0,2. Cavab olur B bəndi. Orta xətti 18 cm olan trapesiyanın diaqonallarının kəsişmə nöqtəsi oturacaqlardan 7 və 5 cm məsafədədir. Trapesiyanın oturacaqlarının uzunluqlarını tapın. Sual oxşarlıq bölməsinə aiddir. Biz bilirik ki, trapesiyanın diaqonallarının oturacaqlarla əmələ gətirdiyi iki üçbucaq oxşardır. Çünki bu bucaqla bu bucaq daxili çarpaz bucaq, bu bucaqla da bu bucaq daxili çarpaz bucaq olduğu üçün bucaq əlamətinə görə biz deyə bilirik ki, üçbucaq AOD ilə üçbucaq COB oxşardır. Oxşar üçbucaqların bütün xətti ölçülərinin nisbəti bərabərdir. İndi bizə demişdik ki, diaqonalların kəsişmə nöqtəsi oturacaqlardan 5 və 7 cm məsafədədir. Yəni, həmin üçbucaqların uyğun hündürlükləri 5 və 7-dir. Onda biz bu oturacaqları A və B ilə işarə eləsək, A-nın B-yə olan nisbəti 7-nin 5-ədir. Yəni, belə desək, A 7K-dır, məsələn, B 5K-dır. Trapesiyanın orta xətti 18-dir. Orta xətt oturacaqlar cəminin yarısıdır. Yəni 7K ilə 5K-nın cəminin yarısı bizə 18-i verdiyi üçün 12K 36K bərabərdir 3-dür. Oturacaqları istəyir, biri 7K-dır, biri 5K-dır, 7 dəfə 3 21, 5 dəfə 3 15. Deməli, sualın cavabı C bəndidir. Sonra 10-cu sual sonsuz səndəsiz silsiləyə aiddir. Amma bütün hədlər sonsuz səndəsiz silsilə əmələ gətirmir. Bu 4də 1-dən sonra başlayır. Yəni 4 silsiləyə aid deyil. Mötərizə daxilinə aldığım hissə silsilənin birinci həddi B1 və silsilənin vuruğu isə 2də 1-dir. Çünki 8də 1-i 4də 1-ə böldükdə və ya 16da 1-i 8də 1-ə bölündə kün 2də 1 olduğunu alırıq. Və bu sonsuz səndəsiz silsilənin cəm düsturu da B1 bölünsün 1 minus Q olduğu üçün, yəni 4də 1 bölünsün 1 minus 2də 1, 4də 1 bölünsün 2də 1, bu da bizə verir 2də 1. Yəni 4də 2 edir 2də 1. Qarşıda da 4 olduğunu nəzərə alsaq, yəni 4-ün üstünə 2də 1 gələndə 4 tam 2də 1 və ya 4 tam 10-5. Cavab olur E bəndi. Bu ifadəni sadələşdirməyimizi istəyirlər. Bunun üçün mötərizənin içərisindən başlayaq. Deməli, ortaq məxrəcimiz təbii ki, M-2 ilə M+2-nin hasilidir. Birincidə M-2 çatışmır, M-2-nin kvadratı. İkincidə M+2 çatışmır, M+2-nin kvadratı. Vurulsun M kvadrat minus 4 bölünsün 9M. Bu şəkildə yazdıq. Bölməni də tərsinə çevirdik. İndi, təbii ki, bunların məxrəcləri bir-birinə apardı. Bununla bu getdi. Sürətdən müxtəsər açaq M kvadratı çıxılsın 4M üstə gəl 4 çıxılsın M kvadratı çıxılsın 4M çıxılsın 4. Mənfini nəzərə alır. Məxrəcdə də qalıbdı 9M'miz.
Burada da yine m kvadratları və 4'lər islah getdi. Mənfi 8m bölünsün 9m, n'lər də ixtisar getdi. Mənfi 9'da 8. Yəni cavab A bəndi olacaq. Mənfi 9'da 8. Bunu dövranlıq kəsirkəsində göstərir. Təbii ki, bunu bölərək də göstərə bilərik və yaxud variantları çevirərək də bunun hansına olduğunu görə bilərik. 7'ni bölək 15'ə. 0,70'in içində yerləşəcək 4 dəfə, elədi 60, 100'ün içində yerləşəcək deməli 6 dəfə, eləyəcək 90, yenə qaldı 10, yəni 100'ün içində yenə 6 dəfə 90 və s. bu şəkildə gedir. Yəni bu bizə 0,4 dövrdə 6'nı verir, yəni B bəndi. Trigonometriyə aid bir sual, bu ifadəni sadələşdirin deyir. Deməli 4 vurulsun sinus 8 alfa. Məxrəcdə kvadratlar fərqi müxtəsər vurma düsturuna görə, çünki bu kosinus kvadratının kvadratıdır, qoy açıq şəkildə yazaq. Bu da sinus kvadratının kvadratıdır. Məxrəcdə kvadratlar fərqi eləsək, kosinus kvadratı 2 alfa çıxılsın sinus kvadratı 2 alfa və kosinus kvadratı 2 alfa üstə gəlilsin sinus kvadratı 2 alfa yazdıq. Hələ ki, sürətə dəymirik. Gedişata uyğun olaraq hərəkət edəcəyik. Bunun birinci mötərizəsi kosinus kvadratı alfa çıxılsın sinus kvadratı alfa kosinus 2 alfadır. Burada alfalar 2 alfa olduğu üçün bu bizə verdi kosinus 4 alfa. Bu isə eyni bucağın sinusu ilə kosinusunun kvadratları cəmi bizə 1 verdi. İndi sürətdəki kosinus 8 alfanı 2 qat arqument kimi açaq. Çünki biz başa düşürük ki, sinus 4 alfa 8 alfa 4 alfanın 2 qatıdır. Ona görə 4 vurulsun 2 sinus 4 alfa vurulsun kosinus 4 alfa yazdıq və sinus deyirəm. Kosinus 4 alfalar ixtisara getdi. Qaldı bizim üçün 8 sinus 4 alfa ifadəsi. 8 sinus 4 alfa, yəni D bəndi. Bu funksiyanın təyin oblasına daxil olan tam ədədləri tapın. Bu funksiyada 2 dənə funksiyanın cəmidir. Yəni bu ayrı bir funksiya sayılır, bu ayrı bir funksiya. İkisi də kök altı funksiyadır. Birinci kökün mənasının olması üçün kökün altında mənfi x plus 6 böyük bərabər 0 olmalıdır. İkinci kökün mənasının olması üçün kök altında x plus 2 böyükdür 0 olmalıdır. Yəni o məxrəcdə olduğu üçün 0 olmalıdır. Yəni biz bu iki bərabərsizliyin ikisini də ödəyən ortaq x ədədlərini axtarırıq. Birincidən alırıq ki, buradan yazır, mənfi x böyük bərabər mənfi 6. İkinciden alırıq x böyükdür 2. Birincinin hər tərəfini mənfi 1'ə vurursam x kiçikdir 6. İkinciden də x böyükdür 2. Deməli biz elə x'lər axtarırıq ki 6'dan kiçik 2'dən böyük olsun. Yəni bu da 2, 6 yarım parçasıdır. Yarım interval. Yəni bir tərəf daxildir, bir tərəf daxil deyil. Burada daxil olan tam ədədlər nələrdir? 3'dür, 4'dür, 5'dir və 6'dır. Bunları cəmləmək lazımdır. O da eləyir 18. Növbəti sual deyir ki, bu çevrənin tənliyin apsok ilə kəsişmə nöqtələri arasındakı məsafə. İstənilən funksiyanın çevrənin apsok ilə kəsişmə nöqtəsini tapmaq üçün y-ə 0 verməliyik. Biz y-ə, yəni harada misalda y var idisə, həmin y-lərin yerinə 0 yazdıqda belə bir tənlik olacaq. X kvadrat minus 6x minus 7 bərabər 0. Bu kvadrat tənliyin kökləri Viet teoremi ilə tapıldıqda görürük ki, 7 və mənfi 1'dir, diskriminat da eləyə bilərik. Yəni bu funksiyanın, daha doğrusu bu çevrənin apsis oxu ilə kəsişmə nöqtələri bu nöqtələrdir. Yəni bu ta ki bizim koordinat sistemimizdir. Bax bu çevrənin kəsişmə nöqtələri mənfi 1, 0 və 7, 0 nöqtəsi. Bu iki nöqtənin ikisi də apsis oxu üzərində olduğu üçün görünür ki, bunlar arasındakı məsafə 7 çıxılsın mənfi 1'in modulu, yəni 8 vahiddir. Və həmçinin biz bunu iki nöqtə arasındakı məsafə düsturu ilə də hesablaya bilərdik. Eyni yerə gələcək. Bu tənliyin köklərinin cəmi, hasili kökləri cəmin ikimisinə bərabərdir. Viet teoreminə əsasən verilmiş bir sualdır. Köklərin cəmi bizdə B-dir, köklərin hasili isə sərbəst, yəni 2 minus 3B-dir. Deyir ki, köklərin hasili kökləri cəminin 2 misinə bərabərdir. Köklərin hasili cəmin 2 misinə bərabərdir. Yəni 2 minus 3B bərabərdir 2B. Keçdi bu tərəfə, mənfi 5B bərabərdir mənfi 2. B də bərabərdir 0,4. Bizdən də B-ni tap demişdim. Növbəti sualımız loqaritma sualıdır. Deməli birinci içəridəki bu 27'nin üstündə loqaritm 3 əsasdan 2 ifadəsinin qiymətini tapaq.
Bunun üçün 27 ilə 2-nin yerini dəyişdik. Loqaritm 3 aslan 27 3 verdi, elədi 8. Biz bunun yerinə 8-i yazanda 5 üstə gəl 8, mötərizənin içi elədi 13. Mötərizənin içi 13 olduğu üçün 13-ün üstü loqaritm 13 aslan 64 elə 64 deməkdir. Onu da qabaqdakı 8-də 3-ə vuranda, yəni 8-də 3 vurulsun 64 bizə verdi 24. Yəni bu sualın cavabı 24 eləyəcək. Növbəti sualımız A çoxluğunun elementlərinin sayı 6, B çoxluğunun elementlərinin sayı 4-dür. N A bərabərdir 6, N B bərabərdir 4-dür. A ilə B-nin kəskinməsi boş çoxluq deyil. Yəni bu deməkdir ki, ən azından A və B çoxluğunun ortaq bir elementi belə olsa var. Yəni bunları kəsmək. Onda elə bizdən də A və B çoxluğunun kəskinməsindəki elementlərin ən kiçik və ən böyük qiymətini istəyir. Bu çoxluqlar kəskinməsi boş çoxluq olmadığına görə ən azı bir dənə ortaq elementləri var. Bəs ən çoxu neçə elementi var? Yəni bu ifadənin ala biləcəyi maksimum qiymət, yəni ən böyük qiymət nədir? Deməli, bu nə zaman baş verir? Əgər B çoxluğu A-nın A çoxluğu varsa, yəni B-dəki hər bir element həm də A çoxluğunda olarsa, bu zaman bunların kəskinməsi bizə B çoxluğunu verəcəyi üçün, yəni B A-nın A çoxluğudursa, A ilə B-nin kəskinməsi bizə B-ni verəcəyi üçün B-dəki qədər 4 dənə element olacaq və biz bu iki qiymətin cəmini tapırıq, yəni sualın cavabı 5-dir. Avtomobil parkında avtobus və taksilərdən ibarət 12 maşının şin yəni təkər deməkdir, təkərlərini yenilədilər. Hər taksiyə hər birinin qiyməti 80 manat olan 4, hər avtobus isə hər birinin qiyməti 180 manat olan 6 yeni təkər istifadə etməklə cəmi 62 şin sərf etdilər. Avtomobil parkında şinlərə cəmi neçə manat pul xərclədilər? Deməli, burada belə çıxır ki, hər taksiyə, tutaq ki, x ədəd taksi təkəri dəyişiblər, yəni x ədəd taksinin təkərini, y ədəd də avtobus üçün təkər yeniləyiblər. Onda belə çıxır ki, bunların cəmi 12 ədəd olduğunu nəzərə alsaq, x plus y 12-dir. Hər taksiyə hər birinin qiyməti 80 manat olan 4 təkər. Hər taksiyə 4 təkər qoyublarsa, təkərlərinin sayı, yəni x ədəd taksiyə istifadə edilən təkərlərin sayı 4x-dir. Hər avtobusa 6 dənə yeni təkər qoyublarsa, y dənə avtobusa istifadə olunan təkər sayı 6 bir y-dir və ümumilikdə 62 dənə şin sərf edilibdir. Birinci biz tapaq ki, neçə dənə avtobus və neçə dənə taksinin təkərini dəyişiblər. Birincini mənfi 4-ə vuraraq alırıq ki, mənfi 4x çıxılsın 4y bərabərdir. Mənfi 48, 4x üstə gəl 6y bərabər 62. Tərəf-tərəfə topladıqda 2y bərabərdir 14, y bərabərdir 7, x də bərabər 5-dir. Yəni 5 dənə taksi, 7 dənə də avtobusun təkərini dəyişmək. İndi nəzərə alaq ki, 5 taksinin hərəsinə 4 təkər qoyduqda 5 vur 4, 20 təkər edir. Və bu 20 təkərin də hər birini 80 manataydı taksi təkərləri. Bu edir 1600 manat. Hər avtobusa 6 təkər gedirsə, 7 dənə avtobusun 6 təkəri 42 dənə təkər deməkdir. Və 42 təkərin də hər biri 180 manatdan alınıbdır. Bunu da vurmalıyıq 180-ə. Deməli, 42-ni vuraq 18-ə. 6, 1 yadda 32, 33, 2, 4. Deməli, 7, 5, 6, 7560 manat. Ümumilikdə sərf olunan məbləğ istəyir bizdən. Bunlara toplayırıq. 0, 6, 1, 9. 9160 manat pul xərcləndir təkərlərə. Deyir ki, bu bərabərsizliyin həlli bu olarsa. Biz bilirik ki, kvadrat bərabərsizliyin həlli onun köklərinə görədir. Məsələn, nümunə göstərirəm. Tutaq ki, mən x kvadratı minus belə deyim, 5x plus 4 kiçik bərabər 0 bərabərsizliyi həll edirəm. Məsələn, bu bir nümunədir. Onda bilirik ki, biz bunu ya diskriminantla ya da Viet teoremi ilə köklərini tapırıq ya da vurguları ayırma ilə. Bunun kökləri olur 1 və 4. Biz bunu ədəd oxu üzərində qeyd edirik. Təbii ki, içi dolu olaraq qeyd edirik. Çünki bu nöqtələri alır, böldü intervalları. Plus, minus, plus. Yəni, bizim bu bərabərsizliyin həlli olur, tutaq ki, 1, 4 parçası. Nə demək istəyirəm? Tutaq ki, bizdə burada böyük bərabərdir 0 yazılmış olsaydı, böyük bərabər 0,
onda təbii ki, bizim olacaqdır mənfi sonsuzluqdan 1-ə birləşir 4-dən müsbət sonsuzluq. Demək istədiyim odur ki, kvadrat bərabərsizliyin həllini göstərən aralıqdakı ədədlər həmin kvadrat tənliyin kökləridir. Onda bizdə verilmiş kvadrat bərabərsizliyin həlli 2-5 aralığıdırsa, bu deməkdir ki, x kvadratı minus 3b minus 11 vur x üstə gəl 6c minus 2 bərabərdir 0 kvadrat tənliyinin kökləri uyğun olaraq 2 və 5'dir. Əgər bunlar tənliyin kökləridirsə, onda Viet teoreminə görə köklərin cəmini və hasilini istifadə edərək biz b və c-ni tapa bilərik. Bizdə köklərin cəmi 10 eləyir. Burada da x-in əmsalının əksini götürməliyəm. Yəni 3b minus 11 bərabər 10, 3b bərabər 21, b bərabər 7. Köklərin hasili, daha doğrusu səhv dedim, üzr sayın. Hasili 10 demişəm, amma bura cəmə yazmışam. Deməli, hasili 7 elədiyi üçün, cəmi 7 elədiyi üçün 3b minus 11, 7, 3b bərabər 18, b bərabər 6. Həmin köklərin hasili 10 eləyir. Onda 6c bərabər 12, c də bərabərdir 2. B ilə c-nin cəmini istədiyi üçün cavab olur 8. Bu vektor kolinear olarsa, kolinear vektorların uyğun komponentlərinin nisbəti bərabər olduğu üçün biz deyə bilərik ki, c vektorunun komponentləri 2k və k şəklindədir. Və c vektorunun uzunluğu. Vektorun uzunluğu kök altda onun komponentlərinin kvadratlarının cəmidir. Yəni 2k-nın kvadratı gəlir, k-nın kvadratı kök altda 10'dur. Bu deməkdir ki, 5k-nın kvadratı 10'dur, k-nın kvadratı 2'dir, k da bərabərdir müsbət mənfi kök altda 2'dir. Çünki bizdə kolinear deyil, kolinear vektor eyni istiqamətli də ola bilər, əks istiqamətli də ola bilər. Onda belə çıxır ki, c vektorunun koordinatları, c vektorunun koordinatlarının hasili 2k-nın k-ya olan hasili 2k kvadrat edir. Əslində biz k kvadratı 2 tapmışdıq, 2 vur 2 cavab edir 4. Düzbucağın tənböləni hipotenozu 15 və 20 santimetrlik 2 hissəyə bölür. Deməli, tənbölənin xassəsini tətbiq edəcəyimiz bir sualdır. Ta ki, bu bucağın tənbölənidir və bu hipotenozu 15 və 20 santimetrlik 2 hissələrə bölür. Onda belə çıxır ki, biz katetlərə A və B desək, tənbölənin xassəsinə görə A-nın B-yə olan nisbəti 15-in 20-yə, başqa sözlə 3-ün 4-dədir. Yəni, A 3K-dır, B 4K-dır. Hipotenuz da bizdə 35'dir. Onda Pifagor teoreminə görə 3K-nın kvadratı üstə gəl 4K-nın kvadratı bərabər 35 yazanda 35'in kvadratı 25K kvadrat bərabər 35'in kvadratı hər tərəfdən kök alıram 5K bərabər 35, K bərabərdir 7. Bu deməkdir ki, bu düzbucaqlıq katetlərindən biri 3 dəfə 7, 21, digəri isə 4 dəfə 7, 28'dir. Və düzbucağın da sahəsi katetləri hasilinin yarısı olduğu üçün 21 vur 28 bölünsün 2'dən eləyir cavab 294. Toxunan və kəsənin xassəsinə aid olan bir sual tipi. 2 qayda var bu sualın içində. Bir dəfə yazırıq ki, MA-nın kvadratı MB vur MC. MA-nın kvadratı MB vur MC. MA 6'dır, MB budur. Buna da X deyək. Onda belə çıxır ki, 6'nın kvadratı 3 vurulsun 3 də gəl X yaza bilərik. 36'nı böldüm 3'ə 12 bərabərdir 3 də gəl X və X bərabər 9. Bax, bu orta hissəni 9 tapdım. Davam edək. Bizdən CD-yə 1, D-yə 2 deyir. D nöqtəsindən çəkilən 2 dənə kəsənin xassəsi DC vur DB, DY vur DF. DC 1, DB 1 üstə gəl 9, DY 2, burada bir Y deyim. 2 plus Y. 10 bərabərdir 2 vurulsun bu. Hər tərəfi böldüm 2'yə və 5'dən də çıxdım 2'ni 3. Bizim sualın cavabı F, yəni Y dediyimiz hissə olur 3. Deyək ki, bu düz xəttlər bir nöqtədə kəsişirlər. Bu üçü də bir nöqtədə kəsişirsə, kəsişmə nöqtəsi hər üçünə aiddir. Biz birinci və ikinci tənlikdən biz bunların kəsişmə nöqtəsini tapa bilərik. Y-ləri bərabərləşdirsək 4'də 1 x üstə gəl 2 bərabərdir 2'də 1 x plus 1. X-lər bir tərəfə, Y-lər bir tərəfə keçdikdə mənfi 4'də 1 x bərabər mənfi 1, x bərabərdir 4 alır. Kəsişmə nöqtəsinin apsisi 4'dür. Məsələn, burada yerinə qoysam, Y bərabərdir 2'də 1 vur 4 üstə gəl 1 edir 3. Yəni, bu iki funksiyanın kəsişmə nöqtəsi 4-3'dür. İndi həmin nöqtə bu funksiyaya da aid olduğu üçün, yəni Y bərabər KX
funksiyasına. Aparıb x-in yerinə qoyuruq 4, y-in yerinə qoyuruq 3. Yəni 3 bərabərdir 4 vur k. K da nəyə bərabərdir? 3 böl 4. ABC üçbucağında A-ın və B-nin medianları qarşılıqlı perpendikulyar olub Y nöqtəsində kəsişirlər. A, B, C üçbucağında AM və BN medianları qarşılıqlı. Bu da median idi, bu da median idi. Qarşılıqlı perpendikulyar olub Y nöqtəsində kəsişirlər. Bizdən də ki, CY-ni tapın. CY-ni istəyir. Biz CY-ni axıra qədər uzatsaq, bu da bir median olacaq. İndi, deməli bu sualda medianın xassəsi, Pifagor teoremi, bunlar hamısı bizə lazım olacaq. Biz başa düşürük ki, üçbucağın medianları bir nöqtədə kəsişir və kəsişmə nöqtəsi təpədən başlayaraq 2-nin 1-ə nisbətində bölünür. Yəni AY-nin YM-ə olan nisbəti 2-nin 1-ədir. Və yaxud BY-nin YN-ə olan nisbəti 2-nin 1-ədir. Onda deməli biz bunları 2-nin 1-ə nisbətlə bölsək AM-i, AY bərabər olacaq 3-də 2 vurulsun 12. Yəni 8. Belə deyək də, bura 8 oldu, bura 4 oldu. Oxşar qayda ilə bura 6 oldu, bura 3 oldu. Yəni BY də bərabər oldu 9-un 3-də 2-si, 6. Üçbucaq ABY-dən Pifagor teoreminə görə AB-ni tapaq. Üçbucaq ABY düzbucaqlı üçbucaq olduğu üçün AB-nin kvadratı 8-in kvadratı gəl 6-nın kvadratı 100, yəni AB bərabərdir 10. Həmin bu üçbucağa fikir verək. Bu üçbucaq düzbucaqlı üçbucaqdır və düzbucaqlı üçbucağın düzbucaq təpəsindən hipotenuza çəkilmiş median, yəni YK parçası AB-nin yarısıdır. Yəni 10 bölü 2 elədi 5. Bunun uzunluğu 5 oldu. Yenə medianın xassəsinə görə də CY-də 2 vur 5 10 olsun ki 2-nin 1-ə. 2 isə CY-dir, 1 isə də YK idi. Ona görə sualın cavabı 10 olmuş olur.